Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, yenidən qarşınızdayıq. Günümüzün bəlasından danışacağıq, narkomaniya bəlasından danışacağıq, narkomanın bəlasından danışacağıq. Necə onlar sağlam həyata qayıdırlar və müalicəyə hamısı tabe olurmu? Və xüsusən də bu çıxılan yoldakı çətinliklər nədən ibarətdir? Son illər daha çox narkomanları tapan, onların sağlam həyata qayıtması üçün əlindən gələni eləyən Nail Kəmərli bizimlə birlikdədir və ona, belə deyək də, bu sahənin suallarından verəcəyik. Çünki demək olar ki, nisbətən bu sahədə artıq peşəkarlaşmış insanlardan biridir, mənim həmkarımdır. Nail, xoş gəlmişsən, xoş gördük səni. Çox sağ olun Səidə xanım, dəvətinizə görə təşəkkür edirəm, minnətdaram. Gözəl də təqdimatınıza görə yenə də təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də bu istiqamətdə bildiyim qədərilə bir sənsən Azərbaycanda, ölkədə. Və bugün səni dəvət etməyim əslində sənə yazılan bir mesajı görməyimdən oldu. Çünki orada övladınla bağlı bir hədə-qorxu gəlinmişdi sənə. Zamanla danışanda demisən ki, hədə-qorxu gəlirlər. Təbii ki, indi belə deyək də o pulunu, ailəsinin dolanışığını, öz varını, dövlətini narkotik satmaqdan çıxaran adamlara xoş gəlmirsən, gedib hansısa narkomanları tapırsan, onları müalicəyə tabe etdirirsən bacardığın qədər. Bu baxımdan onların çörək yeri kəsilir. Sənə bu təpkilərin olması anlaşılandı. Amma belə bir açıq mesaj, xüsusən də qızın üzərindən səni qorxudan kim idi? Belə təxminlərin varmı bu adamla bağlı? Bu cür mesajlar, belə deyim də, il ərzində 3-4 dəfə olur. Sadəcə olaraq təhdid eləyənlərin əksəriyyəti zəng eləyir. Mən də açıram, cavab verirəm telefona və təhdid eləyirlər. Söhbət onunla bağlanır. Yəni nə bunu zaps eləmək olur səsini, nə sübut kimi heç nə olmur. İkinci dəfə yığmırlar. Həmin nömrə artıq silinir. Amma bu elə mesaj oldu ki, yəni açıq-aşkarcasına bu cür mesajın yazılması, bu cür təhdidin olunması, yəni mənim üçün də bir tərəfdən bir sübut oldu ki, həm izləyicilərə göstərim ki, bu narkomaniya ilə bağlı olan sahə, nəinki mən, nəinki jurnalist, polislərimizdə, hüquq mühafizə orqanları, sərhəd qoşunlarında işləyən, sərhəddə duran, mübarizə aparan bizim sərhədçilərimizdə çox belə təhlükəli bir işdə olmağının istədim ki, bildirim ki, yəni bu sahə belə bir sahədir. Yəni göründüyü qədər asan deyil də əslində bu işin içində olmaq. Göründüyü qədər asan deyil. Qıraqdan çox deyirlər ki, mənə məsəl üçün deyirlər ki, sən narkomanların, belə deyim də, çəkiliş eləyirsən, pul alırsan onlardan, nə bilim, narkomanların şotuna özvəl nələr alırsan, belə bir şeylər deyirlər. Amma yəni bilmirlər ki, narkoman xəstədə, yəni ümumiyyətlə pul olur ki, orada bəli siz gedib. Mən gedəndə verirəm. Bəli, görmüşük biz onu çəkilişlərdə. Ala bil, nə bilim, manatı apar özvə, nə bilim, yemək al, nə bilim, su al, nəyinsə al da. Mən sadəcə olaraq pul qazanıram reklamdan. Yəni hansısa bir reabilitasiya mərkəzinin reklamını, onu mən də eləməsəm televiziya eləyəcək. Bu təbii bir şeydir də. Siz də eləyəcəksiniz, digər adam da eləyəcək. Yəni nəyisə reklam eləyirsənsə, onun qarşılığında pulunu alırsan. Amma ki, bunun elə tərəfləri var ki, bu işin, bu sahənin qorxulu tərəfləri çoxdur. Yəni səhərsi gün xaricdə yaşayan hər hansı bir narkotik satışı ilə məşğul olan bir insan bir narkomana, narkotik aslısına desə ki, ala sənə, misal üçün 1 kilo mal verəcəm, Nailin evindən çıxanda və yaxud Nailin yoldaşı, uşağı filan vaxtı evindən çıxanda get ona filan hadisəni elə və yaxud Nailin üzərinə kislata tök. Nə bilim, deyirəm də, bunlar eləyəcəklər onu. Yəni 1 kilo mal bunlar üçün böyük bir şeydir də. Hansı ki, narkotik maddə narkomana hər şeydən şirindir. Sual vermişəm dəfələrlə ki, narkomana birinci narkotik seçərsən yoxsa ananı, deyir birinci narkotik seçib sonra gedərəm anamın yanına. Yəni narkotik bu dərəcədə bir şeydir. Mən bunu həm də ictimailəşdirdim ki, səhərsi gün 10 gündən sonra, 1 aydan sonra, 5 aydan sonra mənim başıma hər hansı bir iş gələndə, yəni səbəblərindən biri də bu olsun. Başa düşdün? Yəni mən bir vaxtlar təhdid olunmuşdum, uşağıma qarşı, ailəmə qarşı belə hədə-qorxular gəlinirdi. Onu da qeyd edeyim ki, bu həmin bu şəxslə bağlı bizim
hüquq mühafizə orqanları araşdırma aparırlar. Sadəcə olaraq mənə mesaj göndərilən nömrə xarici nömrədir deyənə. Mərakeş üzrə telefon nömrəsi yazılıb burada. Bəli, o Özü qeydiyyat WhatsApp Mərakeş. üzərindən yazıb sizə, düzdürmü? Bəli, WhatsApp üzərindən yazıb. Araşdırmalar gedir də indi. Ya ola bilər ki, nömrə oranın qeydiyyatında olar, adam burada da ola bilər. Yəni elə də məhz araşdırma ona görə gedir də. bəli. Hansı IP üzrə indi o əməliyyat onların polislərin, hüquq mühafizə orqanlarının özlərinin indi silli işləri var o. Qardaşlarım Azərbaycanda sizin izinizdə qalacaq deyəndə bunun qardaşları kimdir bu adamın? Ümumiyyətlə belə deyək də o ilkin araşdırmada öyrəndiyin qədərilə kimlərdəndir bu, kimdir bu, ümumiyyətlə niyə sənin bu cür yaxşı bir addımı əngəlləmək istəyirlər, həm də övladından səni qorxutmaq istəyirlər? Bax, qardaşlarım deyəndə bu orada belə deyim də yazılmayan qanunlar aləmindən də, indi bilmirəm. Oğrular aləmində belə deyək, bəli, oğru dünyasından danışır. Amma biz görmüşük ki, mənim 40 yaşım var, elə bu cinayət aləmindən də bağlı videolar çəkirəm, oturmuşam, söhbətlər eləmişəm. Ümumiyyətlə bu oğru aləmində, bunların aləmində, bu dediyi aləmdə heç kim uşağına təhdid eləmir, bəli. Təhdid eləmir də. Məsəl üçün sözü var kişinin və yaxud da düşmənçiliyi varsa, deyir ki, Nail, sənin başını oynatacağam. Getdiyin yerləri bilirəm. Yəni ehtiyatlı ol. Şəxsən mənlə işini aparır da. Yoxsa ki, sənin qızına, mənim də qızımın 6-7 yaşı var. Yəni sən mənim qızıma tamam nəsə elədin. Uşaqda axı, buna sən nə edə bilərsən? Yazıqda axı, bu balacadır. Bu nə bilim, danışırlar. Bilmirəm nə deyim, deyiləsi. Sonra geri dönüş oldu mu? İndi biz burada mesajın müəyyən bir hissəsini deməli, bu adam göstərmişik. Bu adam yadımdan çıxdıqca ona görə sözünüzü kəsirəm. Beynimdə gedir, gəlir fikirlərim. Bu adam təzədən mənim girib həm səhifəmə, Instagram ya da TikTok səhifəmə, mənim belə deyim də, əməkdaşlıq elədiyim, dostluq elədiyim, qardaşlıq elədiyim reabilitasiya mərkəzləri var, bir-iki dənə. Girib onlara yazıb, onların mobil nömrələri var axı orada səhifədə, reabilitasiya. Zəng eləyib ora və onlara da deyib ki, Nailin başına belə oynatacağıq. Hətta belə deyim də, ağır söyüşlər söyüb, ailə söyüşü, nə bilim, yoldaş, uşaq söyüşü, belə söyüşlər hamısına yazıb. Onlar da mənə deyir ki, Nail, nə məsələdir, bəlkə biraz ehtiyatlı olasan, diqqətli olasan, yazıqlar da narahatlar da. Onlar da onun cavabını verirlər, indi təbii ki, uzaqdadır, bilinmir kimdir bu, nədir, bəlkə də bu hansısa bir, belə deyim də, ağlı kəsməyən bir adamdır. Valla belə yazsınlar, xəstəyə başı gedib patıdan, özünü yoxdur. nəsə başqa cür düşünür. Bəlkə də elə bir adamdır. Amma hiss olunur ki, hiss eləyirəm ki, 99% bu narkomaniya aləmində olan insandır. Düzdür, burada o oğru aləmi ilə daxil olur söhbətə ki, sən deyir, oğru aləmini pisləmisən. Başa düşməm, bu aləmlər tərifləməkmi lazımdır ümumiyyətlə? Ya bilmirəm, bunlara bəy tərifi mi demək lazımdır? Oğru həyatını pislədiyinizə görədir. Qızınız hər dəqiqə, hər saniyə. Özünə yenə də o hörmət eləyən adam qızı ilə bağlı məsələyə. İndi sən qeyd elədin 6 yaş var, lap olsun 20 yaşın. Sən mənim övladımla nə işin var ki, olsun 20 yaşda da övladımla. Mən əgər narkotik, məsələn, kinolara baxırıq da, real həyat hekayələrindən çəkilmiş seriallar. Mən əgər narkotik istifadəçisi, satıcısıyamsa, narkotikin satışı ilə mübarizə aparan insana necə deyə bilərəm ki, mübarizə aparma, qoy narkotik satılsın. Demək olar? Yoxdur, təbii ki. Demək olar ki, məsəl üçün, Nail, niyə gedirsən ifşa eləyirsən narkotik satanı? Əl dəymədə qoy satsın. Bunu demək olmaz axı, heç bir adam deyə bilməz bunu. Hansısa bir tutarlı mövzu axtarırlar mənim gördüyüm sahədə. Məsəl üçün, görürlər ki, Nail Kəməri oğru aləmindən videolarda çəkib. Baxırlar, orada mən də demişəm ki, bütün çəkilişlərimdə ki, yəni bu həyat deyil. Amma təhqir eləməmsən də, məsələ təhqir eləməmişəm. Sən normal fikri bildirsən. Gənclərə bildirmişəm ki, yəni oğru həyatındansa, yəni gedib cinayət aləmində, türmədə yatınca, nə bilim, gəncliyinizi puç eləyənə qədər gedin öz ailənizdən, təhsilinizi alın, idmanınızı eləyin, yəni rahat həyatınızı yaşayın. Hər çəkişlərimdə bunu bildirmişəm. O demək deyil ki, mən demişəm ki, bu aləm söymüşəm, təhqir eləmişəm, belə şey olmuyor. Sadəcə olaraq demişəm ki, seçimi belə seçin. Elə oğru aləminin özündə olan
insanlar da, belə oğruların özü də deyirlər ki, yəni gənclərə idmanınızı eləyin, təhsilinizi oxuyun, kitablarınızı oxuyun, türməyə gəlməyin. Başa düşürsünüz? Biz sizə nümunə olmayaq. Bəli, dəfələrlə siz verirsiniz də deyirlər. Bu da ondan tutub, o mövzudan tutub, məcbur olub ki, görüm nə eləyim, tutarlı şey eləyim. Sən oğru aləmini niyə şey eləyirsən? Başa düşdün? Mən də ona qayıdıb deyəcəm ki, məsəl üçün danışıq, üzbəüz söhbət eləsək, deyərəm ki, bəs mən məsləhət görmərəm də gənclərə. O da qayıdıb deyəcək ki, niyə oğru aləmində belə deyim də, pis kişilər yoxdur, pis kişilər, yaxşı kişilər yoxdur. Yoxdur ki. Hə, yoxdur ki. Başlayacaq bunun cavabları çoxdur verməyə. Yəni mənim sözümə qarşılıq verməyə var. Oturub fikirləşəcək. Amma narkotika deyə bilməz. Deyəcəm ki, yaxşı eləyirəm. Narkotik satan istəməni bağışlayın. Rəşad Dağlıq qəşəng dedi, Allah qapısını açsın, geçsin anasını satsın. Narkotik verin, ananız da kulvatdasın, bacınızdan belə bir söz deyirlər. Mən də onun cavabını verəcəm. Mən də olmasam hər bir adam onun cavabını verər. Təbii ki. Dəyərli izləyicilər, hər birinizdən xahiş eləyirəm, yayımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı unutmayın, çünki maraqlı söhbətlərimiz hələ qarşıdadır. Biraz da şeydən keçdi. Davam edirik dəyərli izləyicilərimiz və sənin belə deyək də işinin ən əsas hissəsi narkomanlarla bağlı olan, narkomanların müalicəsi ilə bağlı olan o belə deyək də, o bir palasadır da. Sən həyatının, bilmirəm, sən razı olarsan yoxsa yox. Mənə elə gəlir ki, sən həyatının o əməl baxımından ən işıqlı hissəsidir. O ki, nə qədər insanları sən o bəladan, uçurumdan xilas eləyirsən. Ən son videon bir ana ilə balanın dəhşətli bir həyatı oldu. İzlədim və hər dəfə də səhifəni yeniləyirəm. YouTube səhifəsini ki, görüm yeni nələr verirsən. Çünki bilirəm ki, ötən gündə sən apardın, onlara artıq təhvil verdin müalicə mərkəzinə. Necə tapdın o bala ilə ananı? Bu günə kimi 5 ildir Səidə xanım bu narkomaniya ilə bağlı belə deyim də ər-arvad çəkmişəm, 2 qardaş çəkmişəm, ata oğul çəkmişəm. Sonra qardaş bacı çəkmişəm. Amma yatsam da yuxuma da girməzdi ki, ana və bala. Bala da oğul övladı. Necə ola bilər? Yəni insan düşünsə də belə, yox ola bilməz. Düşünün bir, ola bilər elə bir şey. Yəni ağlıma gəlmir ki, mən ana və bala. Başa düşürsüz? Ola bilər ana addelini ayrıca olaraq narkoman ola bilər, övlad ayrı. Amma ana və balanın bir yerdə narkotik istifadə eləməsi, mal bişirməsi, onların dilində desək, narkotik bişirməsi, narkotik gedib alması ananın, balanın, bunlar hamısı çox ağır bir mənzərədir, bəli, dəhşətli həyatdır. Və mənə də mesaj gəldi ki, həmin özlərindən bağlı digər adam zəng elədi ki, yaxınları. Bəs belə bir vəziyyət var, Nail, xahiş edirik, dəstək olaq. Mən də inanmadım, dedim ki, görüşək. Bir aydır bunlardan görüşmək istəyirəm, görüşmək istəyirəm. Çünki ana özü də utanır. Narkotik istifadəsi olsa da belə, ana özü də mənlə üzbəüz gəlməyə çox utanırdı. Yəni, yığırdım, 1 saata görüşək, 1 saat getdi, 1 həftə. Yarım saata görüşək, yarım saat getdi, 3 gün. Axırı elə oldu ki, belə deyim də, handan hana yalvar, yaxarla razılaşdım. Mən artıq bu mövzuyun, belə deyim, 99%-ni həll eləmişdim. Dostlarımdan, reabilitasiyadan xahiş eləmişdim ki, əgər belə deyim də, istəsələr ürəkdən götürməyə imkanınız varmı? Dedilər ki, qardaşım, gətir, narahat olma. Elə oldu ki, getdik, çəkdik, yəni şoka düşdüm mən, qaldıq, padvallarda qalırıq. Onlarla söhbət eləyəndə belə üstlərindən gələn iyi var, ha. 5 dəqiqə adam oturub onu qoxulamaq, sonra gedirsən evə, 3 gün o qoxu burnundan getmir. Elə əksər girdiyin yerlər onsa sənin elə olur, hansı narkoman normal qeyb şəraitdə yaşayan çəkimsən ki, demək olar padvallarda, zirzəmilərdə, o cır-cındırın içərisində, şprislərin içərisində bir dəhşətli həyat. Bəli, mən də nəysə bunları çəkdik, elədik, belə deyim də ictimailəşdirdik. İctimailəşdirməyin də səbəbi, məqsədi çox vaxt deyirlər ki, niyə
əgər yardım eləyirsənsə, aparırsansa reabilitasiyaya, çəkmə də. Niyə çəkirsən? Mənim isə məqsədim o demək deyil ki, gedim hansısa bir narkomanı müalicəyə aparım. Mənim birinci məqsədim, birinci işim, birinci görəcəyim vəzifəm odur ki, maarifləndirim. Ay sağ ol, gənclərə göstərməkdir ki, ay uşaqlar, baxın, narkoman necə şəraitdə yaşayır, narkoman necə görünür, narkomanın danışığı necədir, narkoman hansı hissləri yaşayır, narkomanın çalışıram onların üzərindən gələn qoxuları belə izləyicilərə göstərim ki, tanıtdım, hiss elətdirim ki, bunların üzərindən it iyisi deyirlər, loru dildə dırnaqlar, sənin üzərindən it iyisi. İt iyisi də gəlmir ha. Yəni yuyunmayan, çinməyən adam, geyimini dəyişməyən adam, normal ayaq yolu istifadə edə bilməyən adamın üzərindən gələcəyi iyi onsuz da odur. İkinci mənim addımım Allaha qurban olum. Belə bir mənim üçün güc, belə bir imkan verib ki, mənim artıq reabilitasiya mərkəzlərindən tanışdığım var, dostlarım var. Onları yerləşdirməyə imkanım var. Baxıram hansısa doğrudan da istəyir sağalmaq, doğrudan bezib, dib yaşayıb, mən onları yerləşdirirəm. Və bu günə kimi bəlkə bir 100-dən çox bu cür insanlar yerləşdirmişiksə sağaltmağa. Onun 80%, deyərdim 90%, hətta mən hansısa bir jurnalist, araşdırmacı jurnalist mənə desə ki, Nail, sənlə bağlı mən araşdırma aparıram ki, sənin bu günə kimi 5 il ərzində sağaltdığın, çəkib apardığın narkomanların neçəsi sağalıb, mən deyərəm ki, 80-90% arasındakı bugünkü gün sağlamdılar. Sabahı bilmirəm. Söhbət bu günə. Sabah mən də bilmirəm ki, mənim başıma nə baş verəcək, bəli. Gələcək, mən bəlkə garantili deyiləm. Amma bu günə kimi olan 3 il, 4 il ayıqlığı olan, hətta 5-ci ilə addım atan insanlar var ki, ilk gündən başladığım bu günə kimi narkotika yox deyən adamlardır. Və bundan da bərabər bu görünənləri deyirəm. Bir də var, görünməyənlər var. Anonim şəkildə bizə baxıb müalicə almağa gəlmək istəyənlər, ailəsi anonimliyi qorunmasını istəyir və onlar isə bəlkə 100 minlərləndir. Təsəvvür edirsiniz. Amma yenə də vasitəçisənsən ki, reabilitasiya mərkəzini tanıdırsan, oradakı şəraiti göstərirsən. Ana baxır, görür ki, məsəl üçün çəkdiyim bir Vüqar Çeçen adam 3 ildir sağalıb, əvvəl 17 il idi. Ana baxır ki, ayda, mənim də oğlum niyə olmasın elə? Bir dənə şans eləyək də, bir dənə addım ataq. Atırlar, onundan 6-sı, 7-sinin addımı uğurlu alınır, 3-4-ü də uğursuz alınır. O demək deyil də, hamı sağalmalıdır. Burada da iradə məsələsidir də. Bir də bir səninlə diqqətimi çəkdi, sırf bu ana-bala ilə bağlı hazırladığın sənin materialda. Qadın çox gözəl danışır, çox səlis danışır. Oğlu ilə bağlı o qədər təsirli dedi ki, fikirləri. Yəni bir ananın ona baxıb təsirlənməməsi qeyri-mümkün idi. Mütləq gözün yaşarırdı, mütləq təsirləndin ki, ya Rəbbim, narkoman olsa da, ana narkotik istifadəçisi olsa da, amma bala sevgisi, çünki olan bəziləri var ki, övlad sevgisini də itirir də. O qədər ki, bunun təsirində olur. Amma övlad sevgisi zərrəyə qədər itməyib və deyir ki, mən sənə yaxşı ana ola bilmədim. Elə bir övladının qarşısında o qədər suçlu hesab eləyir ki, özünü. Tutmuşsunuz əmin hissə. Bəli, bir də orada bir diqqətimi çəkən məqam oldu ki, siz sual verdiniz ki, neçə ildir istifadə edirsən? O dedi 2 ya 3 ildir. Sən 5 ilə yaxındır bu maarifləndirmə işini aparırsan. Gerçəkdən də mi bu xanım heç sənin çəkdiyin videoları görməmişdi? Yoxsa görmüşdü, bəlkə narkoman bu günə düşür, həyəcanı olmamışdı onda, bir dəfə istifadə eləyəcəm, nə olacaq deyib keçmişdi. Axı, sən həm də maarifləndirirsən az öncə də danışdığımız kimi. Bu narkotik istifadəçilərinin 99%-də inkar defekti var. İnkar edirlər. Çoxu deyir, mən narkoman deyirəm. Çoxu deyir ki, 5 il eləyir. Deyir, yox, mən 1 ildir, 2 ildir eləyirəm. Amma yerdə qalan o arxadakı 4 il o yüngül narkotik vasitələr var, istifadə eləyən. Elədikləri. Nə işədir, indi adını bilməm, deyirəm, demirəm. Marihuana, elmi dildə, psixotrop tərkibli tabletkalar, onları saymırlar. Bu qadında, bilməm, fikir verdiniz, verməz. Dedim, mən ilk olaraq... İlk tabletka. Tabletka ilə də mən fərci eləyirəm öz aləmində. Ola bilər hələ ki, bizə 2 il, 3 il deyil, amma mən inanmıram. Tabletka ilə başlayan narkotik istifadəçiləri, yəni bir müddət 2 il, 3 il istifadə eləyir. Bilirsiniz niyə? Çünki tabletka elədi ki,
birdən-birə çökürtmür adamı. Tabii, Yavaş təsirini göstərir də. Yavaş. Amma narkotik vasitə birdən çox sürətli şəkildə çökürdü. Bu qadın da əgər əvvəllər tabletka atıbsa, deməli uzun müddət atıb tabletka. Yəni mən 3 il deyirsə, bir 4 ildə arxaya keçək, bir 7 il, 8 il bunun istifadəçisi var. Bunun da var 34 yaşı var. 7-8 ildə gəlib düşür 25, 26, 27 yaşa. Həmin bu 25, 26, 27 yaşda elədi ki, özünü dərk eləyəmirsən, gənclik dövrü, belə deyim də, həzz axtarışında, əyləncə axtarışında olan. 27 yaşında sən həzz axtarmısan? Mən axtarmamışam şəxsən. Axtarmısan. Mən elə gəlir ki, bu insana görə dəyişir də bu bütün hallarda. 34 yaşa nisbətən 26-da daha çox axtarırsan. Hə, onda deyirsən ki, əşi, indiki ağlım olsaydı eləməzdi məsələsi də. Hə, bu yəni 30 yaşında necə ola bilər ki, sən narkotik ana bir qadın, necə ola bilər, eləyə bilər. Deməli bu 5 ildə dala 25-26 il gizlədirlər bütün narkotik istifadəçilər. İstifadə müddətini gizlədirlər. Hətta valideynlərə də buradan səslənirəm ki, indi bizə baxan izləyicilərə deyirəm ki, övladlarınız bir də ayılacaqsınız ki, Allah eləməsin. Bəli. Bir də ayılacaqsınız ki, işdən keçib, nəzarətsiz buraxsaz. Ona görə övladlarınızın xüsusi yaş dövrləri var. Misal üçün, bugünkü gün azalıb həmin o yaş dövrü, 12 yaşlı deyəndə. Artıq bəli, oradan 12 yaşdan 20 yaşa, 21 yaşa kimi nəzarət etmək lazımdır. Telefon var, telefonu hardasa balam, şəkil at, görüntülü yığ. Əvvəlki kimi deyil ki, oturub gözləyəsən, telefon yoxdur, harda gələcək, harda qaldın. Görüntülü yığırsan, nə bilim, nəsə eləyirsən, mübarizə aparırsan övladın üçün. Övladı da narahat olur. Bu yaxınlarda mən bir, belə deyim, ailə mənə zəng elədi. Bunu dünənlərim çıxış eləmişdim, bir forumdur. Forumda prosto elə belə danışdım. Orada da götürdülər onu saytlar paylaşdılar. Deməli, bir dənə uşaq var, mənə zəng elədi ki, Nailəmi, qurban olum, xahiş edirəm, yalvarıram ki, mənə kömək elə. Dedim ki, neçə yaşım var? Dedi ki, 15 yaşım var. Mən dedim ki, normal gəldi, 15 yaşında narkotik istifadəçisi görmüşəm də bu günə kimi, ilk dəfə deyil. Dedim ki, neçə ildir istifadə edirsən? Dedi ki, mən qumar oynayıram, onlayn kazino. Dedim ki, neçə vaxt oynayırsan? Dedi ki, 12 yaşımdan. Dedim, gəlirəm sizə. Yasamalda qalırdım. Mən də Yasamalda qalıram. Getdim, kvartirant qalırlar. Dedim, anan evdədir. Dedi, hə, işə gedəcək, biraz tez gəl ki, işə gedənə kimi görüşüb, görə biləsən. Getdim, anasından söhbət elədim. Deməli, anası yalvarır, qorxa-qorxa yalvarış var. Qorxa-qorxa belə. Bir var, ürəkdən yalvarasan, Nail, qurban. Bir də var, Nail, qurban, belə güzlədirsən də yalvarışı var. Bundan mən nəsə şübhə hiss elədim. Sən demə, axırda uzun söhbətdən sonra 15 yaşlı övladından ana qorxur. Bunu pul verməyəndə hər gün döyür. Övladı ananı döyür, ay kişi. Boğur, əl qaldırır. Ana yazıqda qorxur. Baxma da, indi uşaq da arıq deyil, biraz canlı cəsədli uşaqdır. Qadın yazıq qorxur bundan. Deyir ki, inanırsan Nail, bunun onlayn kazinoda oyununa görə 5.000, 6.000 manat mənim borcum var bugünkü gün. Qohuma, əqrabaya, banka, kreditlərə, iş yoldaşlarına. Heç kim də bilmir ki, mənim oğlum onlayn kazinoda qumarbazdır deyir. Mən deyə bilmirəm ki, mənə 30 manat ver, oğlum məni diriyib, zəngdən ki, mənim kartıma 30 manat at, yoxsa bu dəqiqə oyunda uduzacam. Onu deyəmirəm. Deyirəm ki, qızıma dərman alıram, xəstədir, nə bilim, bəhanələrlə. Min cür bəhanə. Narkomaniyadan da betər belə bir asılılıqlar var, oyun asılılığı var, bəli. Nə oldu, bəs sonra qərarı nə oldu? Aparacaqsan orada? Sonra, qərarım oldu ki, deməli, bu uşaq, həmin 15 yaş oğlan, kollecdə oxuyur. Kollecini də bitirməyinə 1 ili qalıb. Kollecini də bu uşaq, belə deyim də, rayonda oxuyur, adını çəkmirəm. Bölgələrin birində oxuyur. Belə deyim də, zorla zora oxuyur. Məktəbdə olan uşaqlarından da borc alıb, onu da anası ödəyir, belə. Anası xahiş elədi ki, bizə bircə il baxaq görək, uşaq oxusun, səhərsi gün sağalandan sonra əlində bir diploma olsun ki, bu çıxıb gedəndə hansısa bir peşədə işləyə bilsin. Yoxsa bunun gələcəyi belə getsə, çox pis olacaq. Bircə dənə də oğlu var, 2 qızı var, 1 oğlu var.
ana oğul övladlarının daha çox belə deyim də inamı var, ümidləri var ki, mən həm də arxalanırlar ki, oğlum var. Arxalanır. Biz də qərara gəldik ki, ailə anasından bir yerdə heç olmasa kolleci qutarsın. Qutarandan sonra yenidən müraciət olunar bizə, aparıb onu yerləşdirərik. Amma bir il müddətinə yenə də bu nə qədər borc xərc deməkdir, yenə də bu oyunun davam 2 ilini etdirilməsidir. oxuyub 1 ili qalıb. Reabilitasiyada elədir ki, 6 ay getməlisən sən ora. Orada qalmaz. 6 ayda buna heç bir təhsil müəssisəsi icazə verməyəcək. Bu da bunu dondurandan sonra deyir donduraq. Dondurandan sonra da bunun gələcək əskərliyi. Əskərlikdən gələndən sonra bu vəbşi gəlib oxumaq istəməyəcək. İş, güc, ona görə hər yaşın öz dövrü var. Uzun məsləhətlərdən götür qoydan sonra belə qərar gəlir, qoy oxusun. Onsuz da siz bataqlıqdasınız, onsuz da bugünkü gün borcu içindəsən. Dözməlisən bir təhər. Belə qərara gəldim. Mən bunu aparsam 6 aya, bunun təhsili 2 illik batacaq. Məktəbdən amma o uşağın onsuz da oxumağından nə fayda ki, onsuz da verirsiniz də güclə belə peşə oxuyur, hansı peşəni oxuyur. Calıya. O peşəni də belə deyək, elə bir peşədir ki, o diplom əldə olmalıdır ki, gedib həmin sahəsi üzrə işləyə biləsən. Məsələn, bərbərlik olsa ona diplom lazım deyil. Misal üçün belə dərzi olsa ona diplom lazım deyil. Amma bunun indi adını çəkmirəm də, bəlkə də indi bilərlər, eləyərlər, sonra deyərlər ki, getdi, danışdı mənim uşağımın üzərindən. Fərqi yox da, tutaq ki, qaynaqçıdır, nə bilim, bir maliyyardı filandır da, məsələn bir şey. Bu işə düzələndə bu diplom tələb olunacaq. Başa düşürsünüz. Ona görə bunun oxumağı şərtdir, vacibdir. Oxusun, görək necə olur. Amma əsas odur ki, özü istəyib də, sən dəvət edirsən. Özü istəyib, yalvarıb mənə. Nailəmi qurban olum, çək. Hətta mən, çək nədir, reabilitasiya apar. Hətta lazımdırsa məni efirə də çək. Çəkini elə qoy görsünlər, mənə kömək eləsinlər. Deyirəm ki, yox balam, sən 15 yaşın var, sən elə də bir şey deyilsən, itirməmsən çox şey var. Anam var, bacım var, səhəsi gün bacıva gəlib elçi çıxacaqlar, görəcəklər səni efirdə, deyərlər ki, bəs filan kəsin qumarbazın qardaşı, qız bacısıdır. Belə bir şeyləri görə, ona görə mən hələ ki saxladıq, zamana buraxdıq görək inşallah. Mən ümumiyyətlə ən, belə deyək də, sənin üçün acı taleyi olan narkomanlardan kimi xatırlayırsan? Düzdür, çox çəkirsən onları. Elə baxırsan ki, hamısı da bir-birindən belə ağrılıdır, acılıdır. Ana-bala, bir daha Səidə xanım, bir dənə də söhbət eləyim. Hansı söhbəti? Bunu mən bir çox canlılarımda deyim, bir çox sosial şəbəkələrdə eləmişəm, demişəm. Ən çox təsir eləyənlərdən də biri odur. Bunu mənə bir reabilitasiya mərkəzinin rəhbəri danışıb. Söhbət eləmir. O da onun yaşadığı, gördüyünü danışır. Reabilitasiya rəhbərləri elədir ki, müalicə almaq istəyənlərin valideynləri müraciət edir də. Mənim övladımı gəlin müalicəyə aparın, mənim qızımı, oğlumu. Deməli, günlərin bir günü bir ana zəng eləyir reabilitasiya mərkəzinin rəhbərinə. Deyir ki, xahiş edirəm mənə kömək eləyin. Bu da deyir ki, buyurun anacığım. Deyir, istəyirəm gələsiz üzbəyüz danışaq, telefonluq deyil. Bu da deyir ki, ana, telefonla da danışa bilərik də. Deyir, yox, gəlin danışaq. Bu da deyir ki, vaxt itkisidir, gəlməyim, eləməyim. Bir dənə telefonda danışaq, razılaşaq, sonra gələk uşağımızı aparmağa gələk. Ana deyir ki, mən sizə elə bir şey danışacağam ki, bəlkə də siz bu günə kimi eşitməmişsiniz onu. Qayıdır reabilitasiya mərkəzi rəhbəri deyir ki, mən özüm narkoman olmuşam deyir. 20 ilin. Yəni narkomaniyada görmədiyim şey yoxdur. Siz mənə elə şey danışsaz da, yəni təəccüblənməyəcəm. Deyir ki, gəlin də. Ana çox isrardan sonra bu adam durur, gedir ananın evinə. Ana oturur, danışır. Yaşlı qadındır. Belə deyim də 50-60 arası. Deyir ki, oğlum, mən qabıyan işləyirəm. Gedirəm restoranlarda, axşamlar qab yuyuram, səhərə yaxın gəlirəm evə. Mənim oğlum, bir də qızım, ikisi də narkomandır. Mənim imkanım yoxdur bunları müalicə aparmağa. Sadəcə olaraq sizə bunu bir ana kimi deyirəm, əgər imkanınız çatırsa aparın müalicəyə. Deyir ki, buyurun, nə görmüsünüz? Deyir, günlərin bir günü mən restorandan gecə səhərə yaxın işdən qayıdırdım evə. Həmişə mən evə gələndə evin işıqları sönülü olur. Uşaqlarım evdə olmur.
narkomanlar gedirlər də evdə oturmurlar axı çox vaxt. Ancaq Hı. istifadə eləyəndə girirlər evə, gizli yerlərə, qapalı yerlərə eləyirlər, çıxırlar. Gedirlər axtarışda olurlar. Belə olan dildə deyim, divjeniyada olurlar. Bir günü gəldim evə, gördüm ki, ay Allah, evimin işığı, otağın biri yanır. Deyir, elə sevindim ki, bu nə yaxşı mənim evimdə işığı mən gələndə yanarmış. Deyir, getdim, girdim evə, kuxnaya keçdim, mətbəxə, çay süzdüm, oturdum, yavaş-yavaş çayımı yorulmuşam, çayımı içirəm. Deyir, bir də gördüm ki, otaqdan, həmin o işıq yanan otaqdan əcaib səslər gəlir. Nəysə deyir, boş verdim. Gördüm o səslər getdikcə artır. Deyir, getdim yavaş-yavaş, durdum ayağa, otağa tərəf getdim. Belə qapını açdım, bir şahidi olduğum mənzərə deyir. Sanki hiss elədim, ayağımın altından yer üzüldü. Başıma qaynar su töküldü. Ana danışır bunu. Bu da deyir ki, nə görmüsünüz ana reabilitasiya mərkəzinin rəhbəri? Deyir ki, oğlumla qızımın bir pasteldə, bir münasibətdə. Təsəvvür edirsiniz? Yəni ana görün nəyin şahidi olur. Bunun da kökündə nə durur? Narkotik. Bugünkü gün dövriyyədə olan narkotik vasitə patı, şüşə, metamfetamin. Bu insanda artıq düşüncəni məhv eləyir. Qarşındakını sən bilmirsən, sənin anandır, bacındır, qardaşındır, dostundur, başa düşürsünüz. Artıq sən olursan zombi. Zombi, bəli. Düşünə bilmirsən. Bunlar da patıdan illərdir istifadə eləyib, yavaş-yavaş baş gedib. Ona görə bilməyiblər ki, nə iş görürlər, nə edirlər. Ana da onun şahidi olub. Başa düşdünüz? Heç sən, oğlan həmin o reabilitasiya mərkəzinin rəhbəri, həmin o hadisəni eşidib, o özü də doğrudan pis olub. Deyir, mən hələ belə bir şey görməmişdim, eşitməmişdim. Yəni, oğlanla oğlanı eşidib patının təsiri altında. Çünki elə olur ki, bu narkotik vasitələr insanlarda, belə deyək də, bu elmi dildə nə deyil, geyliyə meyillilik yaradır. Hormonları dəyişir də, bəli. Ona yaradır, olub. Amma bacı və qardaşın şeylədiyini, belə deyim, bu cür hallarla üzləşdiyini görməmişdim. Apardı onu reabilitasiya, mən sizə bir 3-4 ilin söhbətini eləyirəm. Çox təəssüf ki, tabi olmadılar. Şey olmadı da, yəni müsbət nəticə vermədi. Çıxdılar yenə sonra bilmirəm nə oldu, nə olmadı. Yəni yaxşı olmadı müalicələri. Bu da bir ananın, yəni fəryadı, dərdi. Ümumiyyətlə narkoman valideyni olmağın özü çox ağırdır. Narkoman valideynləri, bax deyirlər, belə bir şey var. Onlar valideynlər, ailə üzvləri də olur həm asılı. Bunlar asıllıq xəstələrdir, onlar da olur həm asılı. Yəni nədir? Artıq narkomanlar o qədər yalan danışır pul almaq üçün, aldadırlar insanları, analarını aldadırlar. Ana artıq məcbur olub onlara uyğunlaşır, onun kimi olur. Asılı həm asılı. Bir dənə fərq olur ki, ana istifadə eləmir və yaxud ailə üzvləri narkotik. Amma xasiyyət, xarakter eyni olur. Köçür bunlara. O az öncə danışdın ki, ana deyir ki, müxtəlif yalanlar danışıram ki, pul alım, oğlum oyuna qoysun onu. Həmin şeydir də ki, ana məcburdur ki, övladına görə yalan danışsın ki, o necə o reabilitasiyaya apardığınız ana dediyi ki, malı az tapanda da o set deyirlər, nə deyirlər, az tapanda da verirəm ki, övladım ağrıda qalmasın da. Yəni ona görə də bu biri var ki, narkoman indi müəyyən sadə özündə olur da, nə bilim indi onlar hansı dünyada olur, amma təsəvvür edin ki, bu valideyn nə qədər əziyyət çəkir, nə qədər belə dəhşətli. Hər şeyi satırsan, quru divarda oturursan və oğlun nə vaxt öləcək oturub gözləyirsən və yaxud da ki, qızın nə vaxt öləcək oturub gözləyirsən. Narkoman anaları deyərdim ki, rak xəstələri var, xəstəlikdə, ən ağır xərçəng xəstəliyi. Həmin o xəstəliyi olan anaları, övladları o xəstəliyi olan anaların dərdi daha ona baxanda aşağıdır. Narkomanın dərdi daha çoxdur. Rak xəstələri elədir ki, ağrıyır, bir yerini tutur, ağrıyır, onun da dərmanı verilir, kəsilir. Amma bu narkomanların dərd isə
həm ağrı, həm şiddət, həm yalan danışmaq, cinayətkar, hamısı bir yerdə topluma alında ananın üzərinə düşür. Ana ondan döyüşməlidir, müharibə aparmalıdır. Nailə, sən indi müəyyən müddət bu insanlarla işləyən kimi, məsəl üçün mən ana ilə balaya baxanda əslində o qadının qohumlarını qınadım. Bilmirəm, bəlkə də xoşuna gəlməz indi o qadının qardaşının bu sözlər və yaxud da ki, nə bilim, xalasının, xalası qızının. Çünki o dedi ki, bizi buraxdılar da, bizi atdılar. Çünki biz narkomanıq, heç kim yaxın buraxmadı. Səncə bu belə narkomanları ailə ağuşuna alsa, ailə əlindən çəkib çıxartmaq istəsə, alınandımı, yoxsa bu reabilitasiya mərkəzinə getməsələr mümkün deyil? Ailə bacarmayacaq, ailə sağaldanmayacaq, psixoloq sağaldanmayacaq, narkoloq sağaldanmayacaq. Bu günə kimi yenə deyirəm, araşdırmaçı jurnalist araşdırma aparsın. Reabilitasiya mərkəzi yaranana kimi Azərbaycanda onun da təşəbbüskarı mən olmuşam. Mən insanlara tanıtmışam. Mən belə deyim, sayların çoxalmasında iştirak eləmişəm, mübarizə aparmışam. Bəli, əvvələ qədər birinin adını çəkirdin, indi bir neçəsini də. Reabilitasiya də bilmirdilər, amma bugün cəmiyyət artıq reabilitasiya anlayışını formalaşıb. Ailə bunlarla bacarmayacaq, həkim bacarmayacaq. Nəyə görə? Aslı xəstə izolyasiya olunmalıdır. 6 ay minimum cəmiyyətdən təcrid olunmalıdır. Bu adam gedir psixoloqun yanına, psixoloq bundan 40 dəqiqə söhbət eləyir, yenidən bu narkoman çıxır gedir çölə, tamam 3 saat bunun təsiri altında qalsın, bir gün təsiri altında qalsın, növbəti günlərdə, növbəti saatda yenidən istifadə eləyəcək. Mümkün deyil. Həmçinin narkoloq gedib aparıb bir narkotik əvəz eləyən dərmanlarla müalicə alır, sistem köçürür. Elə bir narkotik qəbul eləmir, narkotik əvəz eləyən dərmanlar vururlar da, ağrını kəsir. Onunla da müalicə olunmur. Yəni mən bunu gördüyümü deyirəm. Nə mən həkiməm, nə mən psixoloqam, nə mən belə deyim də digər bir sahə mütəxəssisi mən sadəcə əlimə kameranı alıb narkomaniyanın içindən, dibindən çəkiliş eləyib ta ki gözəl səviyyəsinə kimi, sağalma səviyyəsinə kimi mərhələləri keçən bir insan kimi deyirəm. Görmüşəm mən bunu ki, narkoman sağalmayıb həkimdə. Düzdür, mən burada həkimlərimi istəmirəm. Həkimlər mərhələli müalicə. Birinci mərhələ həkimdən olmalıdır. Detoks deyirlər. İkinci mərhələ reabilitasiya olmalıdır. Belə olmalıdır. Yəni sırf həkimdən iş bitmir. Reabilitasiya olmasa mümkün deyil. Bunu mən yox, dünya deyir belə. Amma narkomaniyadan da sağalmaq var. Mümkün. Deyirlər, narkomanın pensiyası, məzuniyyəti olur, pensiyası olmur. Bu narkomanların dediyi bir sözdür. Bu əvvəllər deyirdilər. Amma mən bugünkü gün istəyən adama 1 yox, 2 yox, 3 yox, yüzlərlə pensiyada olan bugünkü gün narkoman göstərə bilərəm. Sübutla. Yəni kim istəyirsə valideyn ola bilər ki, deyə bilər ki, göstər mənə. Bir var, deyə bilərəm ki, Əliyə baxın, Əli 10 ildir narkomandır. Mən belə göstərməyəcəm. Mən deyəcəm ki, 4 il bundan qabaq bunu mən çəkmişəm filan tarixdə. Baxın çəkilişinə. Bu gün isə filan tarixdir, 4 il keçib üzərindən narkotik istifadə eləmir, 4 ildə ayıqdır. Və necə sübut eləmək olar ki, 4 il o ayıqdır? Bunu gedib analiz vermək olar. Sübutla ki, bunun qanında qalb göstərir. Göstərir, alkoqolu göstərir, narkotik göstərir, bəli. Qanında neçə ay qalıb, neçə ay bundan qabaq eləyib narkotiki, hamısını göstərmək olar. Amma olur, valideynlər ümidlərini üzməsinlər. Övladlarına ki, mənim övladım əlimi üzdüm, başını buraxaq. Artıq səviyyədədir, mümkün deyil. Bezmişəm, 20 ilin narkomanıdır, üzməsinlər. Bir dənə şans. Şans eləsinlər, övladını qoysunlar reabilitasiyaya, düzgün nəticəsi olan reabilitasiyaya, pula işləyən reabilitasiyaya yox. İçəridə valideynə deyib 300 manat ver övladımı müalicə eləyəcəm deyən reabilitasiyaya yox. Bir övladın orada 1 ay qalmağı 300 manatlıq o yemək yemir orada. Təsəvvür edin, bir adam gündə 20 manat yeməyinə 3 dəfə, 4 dəfə yeməyinə pul xərclənir. Siqaretli də deyək. Aya eləyir 600 manat. Bu burada 600 manat buna bu yeməyinə verilir. Bu adamın
arendası var, işçiləri var. Bildiyim qədərlə 1000 manatın üzərində də yox, Bəli. bir narkomanın müalicəsi. Bəli, sual da ola bilər ki, narkoman, necə mən bütün hər şeyimi satmışam? Necə ola bilər ki, mən narkotikə övladımı müalicəyə yerləşdirim? Çox suallar olur. Amma bir dənə də düşünmək lazımdır ki, onsuz da sənin övladın minimum günə 40 manat narkotikə pul xərcləyir. Minimum 40 manat pul xərcləyir. Və bu 40 manatı xərclədikcə, növbəti günlər getdikcə bu sənin övladın gedib adam vurub, öldürüb gedə bilər həbsə, uzun illər həbsə gedə bilər və yaxud ölə bilər dozanın təsiri altından. Bunları düşünmürlər. Pul. Mübarizə aparan ana, mübarizə aparan ailə mübarizə aparmalıdır övlad üçün. Təbii ki. Bu pul da mübarizədir də. Mən övladımı aparacam sağalmağa. Düz demirəm? Borc tapacam, yalvaracam. Sözün məqsəd olmalıdır da, əlbəttə ki, qapı-qapı düşəcəm. Sən pis şey üçün eləmirsən ki, 10 nəfərin yanına ağzı aç, bəlkə onundan 9-u deməyəcək, biri deyəcək ki, neçə manatdır aylığı? Deyəcək 1000 manat, ala mən 800 manat verirəm. Bəlkə dedi, deməsə də belə mübarizəni aparmaq lazımdır. Düzdür. Deməsə də belə ki... Bəzən gözləmədiyin yerdən qapı açılır sənə. Əlbəttə, yoxsa dururlar, yox mən pulu hardan tapım müalicəyə? Pulu tapma, otur belə, Allah Taala sənə göydən pul yağdıracaq ki, ala apar övladı müalicəsi üçün. Bu elə bir şey deyil. Mübarizə aparmalıdır, atmaq lazım deyil. Düz başa düşürəm. Çox çətin adamlar olur. Çox bezirlər. Mən bu günə kimi 100 nəfər narkoman çəkmişəmsə, həyat hekayəsi Səidə xanım, hamısının ailəsinə gedəndə and ola Allahımıza 100 nəfərdən 99-unun qapısında, evində məni qarşılayan ana olub. Hamı dağılıb, bir dənə ana qarşılayıb. Ümidləri ölmür də anaların. Analar Azərbaycan qadınlarına görə fədakardır da ana, bəli. Belə deyim də, övladını nətər deyim, narkoman da olsa belə övladın yəni narkoman olmur, övladın cinayətkar olmur, ana üçün övladdır da. Deyil, nə olsa övladım üçün eləyəcəm. Yəni buradan yenə üzümü tuturam həm bütün analara ki, narkotik xəstəsi olan analara ki, yəni mübarizə aparın. Bir gün övladınız üçün gözəl bir işıqlı gün görəcəksiniz. Allah Taala dualarınızı eşidəcək. Mümkün deyil, yaradan var, ilahi qüvvə var, eşidir. Biz də burada oturmuşuq, nəsə ürəkdən istəyirəmsə efir vasitəsilə. Düzdür, Allah nəsib eləyir insan. İlahi qüvvə deyilən bir anlayış var mənim aləmimdə, eşidir məni. Allah Taaladan mən istəyim ki, ay Allah, məsəl üçün mənə buradan gedəndə yolda elə bir adam qarşıma çıxar ki, mənim həyatımı dəyişsin. Amma içdən istəyim də, ürəkdən dəyişəcək. Biz o təmiz qəlblə istəmək. Siz də ay analar, ay həyat yoldaşları, istəyin, istən, sağalsın, sağalacaq. Daha sonra sənin səhifəndə bugün mən baxanda bir narkoman da gördüm, onu ilk dəfə də gördüm. 9 uşaq atası idi səhv eləmirəmsə. Bəli, 9 uşaq. Bir evdə qalır. Bilmirəm onu çoxdan çəkmisən yoxsa yeni çəkmisən? Ay yarım bir ay olar çəkmişəm. O neçə ilin narkomanıdır və o necə reabilitasiya apara bildin yoxsa yox? Yəni 9 övlad atasının narkoman olması və özü də etiraf edir ki, evə yeməyi almaq əvəzinə mən topladığım dəmiri, o müəyyən qabları aparıram, satıram, onu narkotikə verirəm, istifadə edirəm. Həqiqətən də yəni çox belə dəhşətli talelər var ki, hamısının bədbəxtçiliyi bir-birindən fərqlidir. Əslində eyni uçurumdadılar. Narkotik uçurumunda, tutaq ki, o patının uçurumunda, bu ölümün uçurumunda, amma ki fərqli-fərqli bədbəxtdilər. Bugün o evdə böyüyən oğul uşaqları bu atadan baxıb nə götürəcək, sabah necə olacaq? Ümumiyyətlə onu hansı şəkildə reabilitasiyaya yerləşdirməyi düşünürsən? Mən oturdum, mən dostlarımla, reabilitasiya rəhbərlərinə məsləhətləşdik, fikirləşdik ki, bugünkü gün bunun 9 uşağı var. Bəli. Dediyinə görə. Yəni 5-ini mən gördüm. 5 idi yoxsa 6 idi mən gördüm. Yerdə qalan 3-4 uşaqdır. O da deyir qız uşağıdır. Rayonda qalır, anası gildə qalır. Təsəvvür eləyin 5, 6, 7. Bax 5 dənə uşaq, 6 uşağın ailənin külfəti. Birinə də hamilədir hələ həyat yoldaşı. Bəli, biri də hamilədir. Təsəvvür eləyin bu kişi ailənin başçısı gedir reabilitasiya mərkəzinə yerləşdirilir. 6 ay. 6 ayla bu o demək deyil, 6 ay girdi, sağaldı, çıxdı, bir də eləməyəcək. Bu mümkün deyil. Bu sağalmaz xəstəlikdir, asıllıqdır. Ömrünün sonuna kimi, qəbrə kimi sən bu xəstəliklə mübarizə aparmalısın. Bu adam 6 ay orada olduğu müddətdə bu 5 dənə ailəyə kim baxacaq? Balaca uşaqlar.
gedir dilənir, dəmir yığır. Uşaq ağlından addım atacağı şeyi bilməyəcək. Gedəcək. Amma anası var da sonuçta. Anası Ana bəlkə hamilədir sonuçta. istiqamətləndirə bilər amma yenə də. Anası evdə olan uşaqlara baxır. Yəni çox çətin olacaq. Ata yenə də ən azından şey aparır ki, işləyir. Mən bu günlərim fikirləşir 40 manat narkotika verəcəm. Evə də lazımdır 20 manat, 70 manat, 30 manat da misal üçün. Beynində onu düşünüb gedib işləyir. 40 manat narkotika qazanır, yerdə qalanında işləyir, amma işləyir. Başa düşürsüz? Bu cür ailədə olan istifadəçilərlə sağaltmaq da çətindir. Yəni mən də qalıram belə. Çox uşaqlı ailə, Neyniyə kim baxacaq aparırsan. buna, necə olacaq? Çəkdim, paylaşdım. Cəmiyyət tərəfindən də dəstək olunmadı onlara. Deyim ki, məsələn, kimsə çıxsın, imkanlı uşaq desin ki, uşaqların maddiyyatını qarşılayıram kimi. Evində heç nə yox idi. Biri desin ki, mən soyuducu alım, qravat, nə bilim, yorğan döşəyə alım, uşaqlara bəli. Bir nəfər onu da deyən olmadı. Başa düşdünüz? Mən qaldım belə. Əgər onu deyən olsaydılar, ailənin maddi səviyyəsini kimsə məsələn desəydi, mən buna hər ay və hər həftədə filan qədər bazarlıq eləyirəm. Misal üçün uşaqlara hər ay 50 manatdan pul verirəm deyən olsaydı, bir işıq yeri görsəydim, mən o atanı xahiş eləyəcəkdim, yerləşdirsinlər. Özü bəs alternativlər təklif eləmirdi ki, məni aparsan, amma ailəmə kim baxar, necə baxar, heç belə bir... Bax, yenə deyirəm, Səidə xanım, bir var reallıq, bir də var dillə deyilən şey. Bunlar çox şey deyə bilərlər, apar. Yəni beziblər də, ana bezi, yoldaşı bezib, apar. Amma aparandan sonra... Neçə ilin narkotik istifadəçisi idi kişi? 15 üstü. Siz o narkoman atanın bir də yenə də uşaq doğulması istəyində olması, yoxsa arzu olunmaz hamiləliyi olub, ana uşağa qalıb artıq imkanı yoxdur ki, belə deyək də gedib o uşaqdan azatma olsunlar. Düzdür, övlad Allahın verdiyi paydır, amma ki bu şəraitdə narkoman ata, bu qədər uşaq, evdə yatmağa yorğan yox, döşək yox, bir də bir körpə dünyaya gələcək. O necə böyüyəcək? Körpənin özünün xərclərinin aylıq bir 400-500 manat miqdarı var. Bunun pampersi var, nə bilim yeməyi var, nəyi var. Çox güman ki, bunlar uşaqların sayını artırmaqda məqsəd. Bunlar kürdlər deyirlər, kürdlər var. Yəni Azərbaycan kürdləri. Dəqiq mənim məlumatım yoxdur. Azərbaycan Yevlaxda qalıram. Mən sual verdim, qaraçısınız yoxsa kürdсüz? Bunlar dedilər ki, biz kürdük. Dedim, qaraçı ilə kürdün nə fərqi var? Dedi ki, fərqləri var. Dedim, siz qaraçı deyilsiniz. Yəni qaraçılar dilənir, dolanır. Bəs bunlarda necə? Bunlar işləyirlər, dəmir yığırlar, nə bilim, gedirlər, helqabı yığırlar. Yəni diləmirlər də öz əziyyətləri ilə dediklərini deyirəm. Yəni bunlar kürdlərdir də. Çox güman ki, belə mən belə deyim də təsəvvür edirəm ki, bunlar ola bilsin ki, dövlət bunlara uşaqların sayına görə sosial yardım bəlkə verir, uşaqlar ona görə çox, bilmirəm nəyə görə bu boyda çox olur. Əslində çox uşaqlı ailələrə dövlət 5 uşağın üzərində səhv eləmirəmsə, bəli, yəni çox uşaqlı ailə kimi müəyyən müavinətlər verir, yəni hər uşağın sayına görə müəyyən məbləği verir, amma bütün hallarda yenə də o doğulacaq körpəyə adamı yazılır ki, o şəraitdə. Bir də bir şey eşitmişəm mən, bunu elə reabilitasiya mərkəzi rəhbərlərinin özündən eşitmişəm. Deyirlər ki, qadınlarla daha çətindir narkoman qadınlarla işləmək. O qadınların çətinliyi nədən ibarətdir? Onlar rahat bir şəkildə təslim olunurlar reabilitasiyaya, yoxsa? Bax, qadınlar yazdım bura, davam eləyək, sizə bir dənə şey göstərim. Baxın, bu çəkilişi də eləmişəm. Sadəcə olaraq prosto özü üçün baxın, görün ki, yaşlı kişilər narkotik vasitəni real olaraq necə haralarına vururlar. Axır ki, düşdüm deyir damara. Bunlar bir evdə qalan narkomanlardır, qardaşlardır, yoxsa necədir? Yox, dostlar, prosto istifadəçilər. Bunlar da istəyirlər gedib orada müalicə olsunlar, yoxsa sadəcə çəkmirsən bunları? Bunları bir, belə deyim də, göstəriş kimi çəkmişəm ki, narkoman necə olacaq? Uzun illərdən sonra istifadəçi maarifləndirici video kimi çəkib paylaşmışam bunları. Bunlar sağalmaq istəmirlər, onsuz birinin yaş da gedib, onsuz da belə biri onsuz bu gün sabah həbs olunacaq, məhkəmə işi gedir. Görürsünüz də necə bir yaşlı bir kişi, bir baba narkotiki harasına qəbul edir. Bu mən kadrları real görürəm, mən də artıq
psixoloji pozuntular məndə yaranır. Elə onu soruşmaq istəyirdim ki, bu qədər görürsən, məsəl üçün vuran, uçurdan, qıran, məsəl üçün bəzilərini çəkirsən də arada verirsən və yaxud da ki, qəbul edib, sonra gəlib normal danışan, ağrıdan əziyyət çəkib səninlə danışan, bütün bunları yəni bir insan olaraq öz üzərinə yükləmək, yəni necə sonra xilas olursan sən bunlardan, bu ağırlıqdan? Çox çətinlikdir. Yəni çox çətin. Neqativləri qəbul edirəm üzərimə. Negativ. Saçım mənim bax ekrandan görə. Bu qədər ağ deyil idi. Sonradan ağardı. 4 il bundan qabaq, 3 il bundan qabaq mənim bir balaca buralarım ağ idi da. Yəni indi hər tərəf ağappaq varım. O da nədən? Stressdən, fikirdən. Bu necə olacaq? Bu nətər olacaq? Bu addımdan sonra bu necə olacaq? Bunu çəkişdən sonra ay Allah bu nətər olacaq? Yəni o 6 ayın ağırlığı da əslində sənin üzərindədir. Çünki hər narkoman üçün bir hesabatın da olmalıdır axı sənin həm ailəsinə, həm izləyicilənə ki, bu adam getdi, necə oldu, necə davranırlar, özünü necə aparır. Elədir. Qadınlara gələndə isə, qadınlar mövzusuna gələndə, qadınların sağalması, narkotik istifadə edən qadınlardan söhbət gedir. Çox çətindir. Qadın orqanizmasından kişi orqanizmasında fərq var. Fərq var. Bu bir. Qadınların lomkası, ağrısı daha çox olur. Qadınların dediyinə görə lomka doğuş ağrısı var ha, təbii doğuş ağrısı. Onun qədər. Ondan da çoxdur. Mən o ağrını bilmirəm. Qadın narkoman deyib, doğan narkoman deyib ki, bunun ağrısını təsəvvür elə deyəmərəm, doğuşun ağrısından da belə çoxdur. Və qadınlar çoxu niyə sağalmaq istəmirlər? Niyə çətindir sağalmaqları? Bunlar narkotiki pul vermirlər demək olar. Narkotikə pul vermirlər. Bunlar üçün narkotik pulsuz gəlir. Narkotik istifadə edən oğlanlar gətirir. Otururlar bir yerdə, bunların dilində desə kayf edirlər. Başa sala bilirlər. Bəli. Bir narkoman qız oturur, zəng eləyir ki, onun dostu, sevgilisi, filan kəs evdəsən və yaxud da gəl mal var, oturaq şey eləyək. Eləyirlər. Yəni narkotiki tapmaq üçün zülm çəkmirlər. Mən bunun hamısına şamil eləmirəm. Çünki elə axırıncı çəkdiyim qadın onu məsəl üçün əziyyət çəkir. Ana-bala bir yerdə qalıb. Salfetka satırıq, tapırıq, alırıq. Bunun 90%-nə şamil edirəm. Qızlar rahatçılıqdan tapır. Qızların da valideynlərinin şikayəti odur ki, gəlmək istəmir müalicəyə. İstəməyəcək də. Çünki bunu narkotik tapmaqda rahatçılıqla tapır. Gedirlər, otururlar bir dənə məclisdə. Bu narkomanların hamısı şey deyil axı, küçədə qalan deyil axı. Deyil axı, imkanlar da var. Eləsi var, təzə-təzə başlayandı. Rozov period deyirlər. Ordadılar, pulları var, hələ dağılmayıb hər şey. Bir dənə də qız tapır özünə. Başlayırlar bir yerdə narkotik qəbul edirlər, içki içirlər məclisdə. Gedirlər o rayon, bu rayon. Təzə-təzə narkotik vasitələr insanda həm şəraitini gözəlləşdirir, şeytan əməlidir. Səni alladır, tora salır. Həm kefin yaxşı olur, narkotik gəlir, pul gəlir. Amma bir müddətdən sonra bax belə hər şey dağılır. Deyirsən ki, ayda nə oldu? Nə oldu? Bu niyə belə oldu? Narkotik budur, şeytan əməlidir. Qızlar da ona görə sağalmırlar. Girirlər 6 ay ərzində orada, yatırlar, müalicə alırlar. Çıxandan sonra yenə oğlan salır bunu kırçokuna, toruna. Yenə də istifadə. Demək ki, bu beyindən çıxmayana qədər mümkün deyil də, nə qədər reabilitasiyada qalsan da. Beyindən də çıxmayacaq o. Çıxmır. Yəni mütəmadi orada səni artıq... Asıllıq xəstəliyidir də. Sən bir şəkər, belə deyim də, şəkər xəstəsinə sən necə deyə bilərsən ki, sağal da, niyə sağalmırsan? Sağal da, hə? Demək olar onu. Təbii ki, bir ömür artıq o şəkər xəstəsidir. Bu da həmçinin də elə bir xəstəlikdir. Yəni narkomana deyəmə, eləmə. Eləmə də qaqaş, niyə eləyirsən? Bu deməklə bu düzələn deyil. Bunun yolları var, yolu, yöntəmi var ki, aparıb eləməməsi üçün nələrsə addımlar atmaq lazımdır. Sonda bəlkə də ola bilsin ki, daha önəmli bir şey demək istəyirdin, amma ki, sual kimi mən onu sənə verə bilmədiyim, nəsə belə xüsusi əlavə etmək istədiyin bir şeylər varmı? Yox, xüsusi əlavə etmək istədim. Ümumiyyətlə, bu mövzu ilə söhbət eləsək, Səidə xanım, oturarıq günlərlə söhbət eləyə bilərik. Mən hətta qarşımdakının başını da ağrıda bilərəm bu söhbətlərdən. Çünki mən mənə gələn neqativləri, belə deyəndə, bəlkə də mən hiss eləməyərəkdən qarşımdakına da otura bilirəm. Bu
nə deyirlər ona, enerji belə bir mənfi enerjini, müsbət mən alırsan, mənfini verirsən. alıram, artıq məndə topalaşıb o söhbətlər, narkomanların, dərdli analar, dərdli həyat yoldaşlar, dərdli balaca balalar, əmr qurban olum kömək elə atama. Bunların hamısı məndədir. Mən belə deyim də, günlərlə söhbət də eləsəm, mən danışmağa söhbətim var. Sonda da onu demək istəyirəm ki, Səidə xanım, bugünkü gün biz övladlarımızı hazırlaya bilmirik cəmiyyətə. Söhbət o demək deyil, mən bugünkü gün oğlumu idmana qoyuram, hazırlığa qoyuram, təhsilinə qoyuram, 10 dənə müəllim yanına qoyuram. Bunların hamısını yetişdirib, uşağımızı gözəl bir övlad eləyib, belə cəmiyyətə buraxanda gedəcək hansısa bir nanəcib insan, həmin o gözəl göyçək bizim övladımızı, bu boyda əziyyətimizi puç eləyəcək. Bu puç eləməməsi üçün biz bunlarla paralel olaraq övladlarımızı cəmiyyətə də hazırlamalıyıq. Narkomaniyaya, alkoqolizmə, iqromaniyaya mübarizə. Evdə bu dəqiqə çox ailələrdə narkomaniyadan söhbət olunmur. Söhbət olunanda belə deyil, elə bilirlər ki, bundan, məsələn, övladına narkomanı göstərəndə övladında maraq yaranacaq. Elə düşünürlər deyənə, narkomaniya söhbəti, mövzu eləmirlər. Başa düşürsünüz. Ona görə sonda nəticədə uşağın məlumatı olmur. Sonda uşağın məlumatı olmur ki, bir dəfə istifadədən sonra sən bugünə kimi 30 ildə qazandıqlarını məhv eləyə bilərsən. Bunu bilmir. Elə bilir ki, bir dəfə mənim ağıllıyam, savadlıyam, Oxford oxumuşam, filan universitet oxumuşam, mən düşünə bilirəm. Probda da eləyim bir dənə. Və o bir dənə ilə bu artıq məhv olur. O bir dənəni eləməməsi üçün övladlarımızı biz narkomaniya ilə maarifləndirməliyik. Gözünü bağlamamalıyıq ki, baxma. Ən azından bir belə deyim də videolar çəkirəm. Ananın, valideynin özü bir baxsın, araşdırsın. Nə olar, nə olmaz, göstərsin övladına ki, ay övlad. Mən şəxsən göstərirəm. Bir bax. Prosto da bax da həyat hekayəsidir. Mənim övladımın 16 yaşı var. Hətta bəzən səsinə gəlir də ki, nəyə baxırsan ana? Deyirəm ki, bax narkoman çəkib Nail, bunun 20 yaşı var, bunun filan yaşı illərləndir və bu müalicə olunmasa bu vaxtsız öləcək bir ailənin faciəsidir. Məsəl üçün, mən valideyn olaraq düşünürəm ki, valideynlərin əksəriyyətində də günah var, niyə var? Məsəl üçün, sən çəkdiyin o dırnaq arası da olsa, amma yenə də qəhrəmandır da, bir narkoman sənin qəhrəmanındır. Hekayə qəhrəmanı. Hekayə qəhrəmanın, bəli. Onu, məsəl üçün, gedib valideynindən soruşursan, valideyn deyir ki, 5 ayda istifadə edir, mən sonradan bilmişəm. Biz uşaqlarımıza diqqət eləyə bilmirik, yoxsa həqiqətən də 5 ayında heç hiss olunmur ki, o narkotik istifadə eləyir, biz o, belə deyək də, duyuq düşə bilmirik, yoxsa necə? Deyim də o necə olur. Bunları hamısını analiz eləyib deyirəm, öz başıma demirəm. Yəni, oturmuşam, bir söhbət eləmişəm həmin o valideynlərlə. Söhbət eləyirəm, otururam, analiz eləyirəm. Deməli, valideyndən övladlar gizlədirlər. 5 ay söhbətini deyim. 5 ayda sən, belə deyim də, heç ağlının ucuna da gəlməz ki, mənim övladım narkotik istifadə eləyər. Amma eləyir. O demək deyil ki, gedir iynə vurur. O demək deyil ki, gedir yüngül çəkir. Məsəlcim. Bu lirika adını deyirəm misal üçün. Psixotrop tərkibli, xoşallandırıcı, həzz verici tabletlər atır. Atıb, xoşuna gəlib. İkinci dəfə deyir ki, dostundan, bu nə gözəl idi, mən bunu atanda mənim ruh verdi, enerji verdi. Xoşbəxt hiss elədim özümü. İşdə həmişə yorulurdum, işlədim. Bunu anasına gedib deməyəcək ki, ana, mən kayf verən, həzz verən dərman atmışam. Deməyəcək. Bu 5 ay bunu belə gizlədəcək. Artıq sənin övladın ayağına narkotik istifadəçisidir. Bir də biz sizlə vaxt ayrılacaq. Uşaq artıq 5 aydan sonra, 1 ildən sonra davam eləyəcək. 1 ildə hər gün eləmir. Bir dəfə eləyir, arasında məsafə qoyur 1 ay. 1 aydan sonra xatırlama gəlir. İstəyirəm ondan. 1 ay məsafədən sonra... Ara məsafələrlə nə edir? O 1 ay aradakı məsafələr yavaş-yavaş qısalır. Qısalanda artıq tabletkadan sən keçirsən. Daha ağır formasına. Tabletka istəyəndə deyir ki, yoxdur tabletka. Gəlmir. Bunun əvəzinə belə bir şey var.
başqa bir şey təklif edirsən, daha ağır formasında. O da deyir ki, hə, ver bir dənə də bunu prov eləyim. Belə bir dənə bunu prov eləyim. Bir də onda ayırır ki, yazıq ana valideyn. Mənim övladım 2 ildir, 2-ci ildir istifadə edir. Onu da demirik, gizlədir. Ona görə valideynlər övladlarını necə nəzarət eləməlidir? Yenə də deyirəm ki, 12 yaşından 20 yaşa kimi sən 40 yaşında övladıva belə deyim də ciddi nəzarət eləyənməzsən. Sadəcə olaraq mənim anam mənə nəzarəti yerində eləyir, zəng eləyir ki, bala hardasan? Nə edirsən? Arvadın evdədir, niyə gec gəlirsən, misal üçün, yoldaşın, uşaqların səni gözləyir. Bu cür nəzarət. Yoxsa üstümə düşür, hardaydın? Sən o hardaydını 12, 15, 16, 20 yaşına kimi olunan vaxtda deməlisən ki, qorxu səni artıq çöksün. İndi deyirlər uşağı vurmaq olmaz. Mən onun tərəfdarı deyiləm. Mən də tərəfdar deyiləm. Şiddətin də tərəfdarı deyiləm, amma ki uşağı lazım olanda vurmaq da olar. Lazım olanda gözünü də çıxartmaq olar məsələsi. Bəli, qorxu olmalıdır. Bəli. Əsasda anadan yox, atadan. Ata qorxusu olmalıdır. Ata qorxusu olmayan uşaqların bir dəqiqə evdə, ailədə ata olmayan uşaqlar var ha. Elə onların daha çətin böyüyür, bəli, daha çətin böyüyür. Xarakter etibarı ilə, bəli. Ata qorxusu yoxdur axı. Ata ayrılıb, rəhmətə gedib. Başa düşdün? Ona görə belə deyim də, mən çəkdiyim narkotik istifadəçisi olan ailələrdən söhbət edirəm. Elə ailə var ki, atası məsəl üçün şəhid olub və yaxud atası rəhmətə gedib, yaxşıdır. Onu misal çəkmirəm. Mən bu birisi tərəfini misal çəkirəm ki, atasız böyüyən oğlan ailələri, əksəriyyəti atasız ailədə ata yoxdur, olublar narkotik istifadə. Ata problemi olub, ata qorxusu olmuyor. Ona görə atalar da biraz bu baxımdan yumruğu möhkəm vurmalıdır, bəli. Bu ilə mən razıyam. Çox sağ ol Nail, təşəkkür edirəm mən sənə. Gözəl söhbət elədik. Bəli, həqiqətən də yəni maarifləndirdik düşünürəm ki, bu verilişdə də. Yəni bu elə bir yoldur ki, bəziləri deyir ki, geri dönüşü olan yol deyil, amma sən zamanla ilk buraxılışından belə bugünə qədər göstərdin ki, bu yolun geri dönüşü var. Sadəcə bu iradəni insan özündə hiss eləməlidir. Çıxdığın yolda sənə daha bol-bol uğurlar arzulayıram, daha sağlam qəhrəmanlar arzulayıram. Və dəyərli izləyicilərimiz, sizə də təşəkkür edirəm. Bizi izlədiyinizə görə və sonda hər birinizdən xahiş edirəm. Yayımımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. Görüşmək ümidi ilə Allah'a emanet olun.